Bismillah və salatu və selamu ala Rasulillah, əmmə ba'd. Hər bir insan çalışmalıdır qəlbinin islah olmasına, özünün islah olmasına. Yəni qəlbinin islah olması zahiri əməlləri də islah edir, yaxşı edir. Yəni bütün əməllər, zahirdə görsənən əməllər hamısı qəlbdən doğur. Və insan başqa birisinin elədiyi əməlləri həmişə xatırlamalıdır. Ona görə paxıllıq etməməlidir. Ona görə məsələn təkəbbürlük etməməlidir. Çünki insan özündən başqasını tərifləmək, yəni onun yaxşı sifətlərini xatırlamaq, demək, özündən üstün görmək peyğəmbərlərin yollarındandır. Musa əleyhissalam nə dedi? Dedi Harun məndən daha yaxşıdır danışmaqda, daha üstündür. Bu özündən başqasını demək, tərifləmək, yəni onda olan yaxşı xüsusiyyətləri, yaxşıları demək peyğəmbərlərin yolundandır. Amma onu inkar etmək şeytandandır. Allah Teala Adəm əleyhissalamı yaratdı və onu bilirsiniz ki, ən gözəl biçimdə yaratıb və o üstündür. Və nə dedi? İblis dedi ki, mən ondan xeyirliyəm. Özün xeyirli gördü. Demədi ki, o xeyirlidir, o üstündür, Allah Teala ən gözəl varlıqdır, yaratıb. Demədi. Əgər sən özündən başqasında olan yaxşı şeyləri gizlədirsənsə, demirsənsə, əksinə deyirsənsə, sən deməli şeytanın yolunu gedirsən, şeytana uymursan. Amma sən özündən başqasın, yəni qardaşlığı, müsəlman qardaşlığı görürsən və onu tərifləyirsən və onda xeyirlərini sayırsan, bu xeyirli insanların, peyğəmbərlərin yollarındadır. Ona görə həmişə insan çalışmalıdır, qəlbinin içində kin, kudurət saxlamasın, yəni qəlbin islah olması mütləq lazımdır. Çünki qəlb qaraldıqca zahiri əməllər də pis olur. Allah Subhanahu taala bizi eşidib bilənlərdən etsin, əməl edənlərdən etsin. Allah bizə rəhm eləsin. Subhanakallahumma bihamdik, nəşhədən la ilahe illa ente, nəstəğfiruke və nətubu ileyk.